Qabaq oxuyan aparmırdılar axı. Nağara çalan həm nağara çalırdı, həm də oxuyurdu toylar. Əlbaba əmi nağara çalan olur, Pəç baba nağara çalan olur. Kərim idi, Məşəd baba idi, yəni onda da heç kim bunları müşahidə eləmir. Ağa Səlim rəhmətli ilə dinqirək belə vurur. Söylədim nağaranı, mən də başladım çıxma örmək. Fırlanı verdi ki, yəni nə söyüş, nə bir şey. Oynayan oynayır orada, bey gəlməyib ortalığa, meyxana deyənlər gəlir. Dalını çörür bizə, sındırırlar bütün toyu, dağılır, camaat çıxır gedir. Çör tatı, vır tatı, çör tatı, vır tatı. Ağızlarına gələn deyirlər. İndi bütün hər şeyi veriblər sintezatorun əlinə. Çıqqı-çıqqı zırtı pırtı, çıqqı-çıqqı zırtı pırtı. Kərim götür mikrofonu birdən. Getdi ki, ağa, Səlim dayandı, fırlandı bulağa tərəf. Niyə bizi tək dağına qoyub gedirsən? Pulları karmağına qoyub gedirsən? Bir qafiyi qızışdı. Mən 1958-ci ildə Pirşağı kəndində anadan olmuşam. 74-75-ci ildə də yəni məktəbi qurtarmışam, orta məktəbi burada. Hələ məktəb yaxınlığımızdadır. Sonra hələ məktəbdə oxuya-oxuya, yəni bu musiqiyə həvəsim var idi. Orada da məktəbdə qarmon dərsi keçirdir müəllimlər. Mən də eşidirdim də. Yəni çox həvəsim var idi. Sonra bir dənə də qarmon mənə verdilər məktəbdən. O vaxt plastinkalar var idi, qara plastinkalar zatlar. Qoyurdum radioda, ona qulaq asırdım. Qoyurdum, qulaq asırdım. Yəni çayçını, qazağını zadı, yəni biraz çox istəyirdim o xalq mahnılarını, xalq rəqslərini. Bir gün qarmon dərsində müəllimə dedim ki, müəllim, icazə ver, mən yəni ifa eləyim. Dedi, buyur. Ağacan müəllim vardı, Balxanlı. Sonra Hüseyn müəllim vardı, Bəxşəli müəllim. Yəni bunlar müəllim işləyirdilər burada bizdə məktəbdə. Mən belə götürdüm qarmonu boşum. Yəni qoydum dizmin üstünə. Bir dənə çayçını çaldım. Müəllim dedi ki, dayı sən də hoş gəlmisən. Sən də çalırsan, musiqiçisən də, ağlı başlı. Mən səni öyrədim. Amma muğamları zadı öyrətdilər. Öyrəndim, bildim nə var, nə yox. Hələ belə, yəni Nikətdə bizdə klubda, mədəniyyət evində yəni konsertlər zad verirdilər, yığışırdıq ora, məşq eləyirdik. Mən gördüm, qarmon çalırdım. Əmim oğlu Füzuli nağara çalırdı, rəhmətlik. O da böyük, güclü sənətkar idi. Sonra, yəni bu əskər gedəndə mənə öz nağarasını verdi. Amma mən ona qədər çalırdım. Həm nağara çalırdım, həm qarmon çalırdım. Sonra bir Səlman müəllim vardı bizim kətdə. O tardan dərs deyirdi, amma qarmon çalırdı. Bu məni aparırdı nağara çalan kimi, uşaq idim də. Nağara çalan kimi xına yaxdılar. Sonra ad günlərlə kətdə, qom əqrəbədə, zətdə, hoşum çalırdım, nağaranı çalırdım. Həvəsim də vardı. Amma hələ yolu bilmirdim də, yəni ha tərəfə gedim, o yolu hələ bilmirdim. Uşaq idim, cavan idim. Füzuli rəhmətlik hərbi xidmətdən gələndən sonra, deməli, mən danışıram belə 72 zad belə, 72-ci illər, 73-cü illərdən. O vaxtı da Əşrəf əmi, Allah rəhmət eləsin, klarnet dayındı deyirdilər, Əşrəf. Sonra da bu toylarda, bu kətli toylarda zatda gedirdim, otururdum, baxırdım. Yəni bunun yanında kimdir, musiqiçilər. Yəni uşaq idim də, amma həvəsim var idi. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Fuad rəhmətli, qarmon çalan Fuad vardı. Onun qardaşının
Böyük qardaşın toyu idi. Yəni məndə nağara həvəsi lap oradan başladı. Çatdıq ora, öyle çalğı gedir də. Burada da onda Hind mahnısı, yəni indi bizdə cinlər deyirlər ona. Belə lori dilində çək. Cinlər çalırlar. Amma bina nağara səsi gəlir. And olsun Allah. Toyxana lərzəyə gəlib də. Bu nağaranın səsindən dağılır toyxananın içi. Çünki belə Füzuli ilə gəldik, belə Füzuli baxdı. Mənə dedi ki, bax Zöhrab budur. Zöhrabın da məsəl üçün mənimlə 10 yaş fərqi var idi. Bunun onda olardı ki, məsəl üçün 25 yaşı Zöhrabın. Ay sənə qurban olum, mən də oyun çıxardır. Onda da xalça balaca idi axı. Onda belə palatkalar zad yox idi. Qəşəng skameykalar, kubiklər düzürdülər, skameykalar düzürdülər. Skameykaların üstünü döşəyə atırdılar. Evdən, zatdan yığırdılar, qonşulardan palazlar yığırdılar. Toxuyurdular üstünü. Bütün bu xalça balaz hardan yarandı? Hələ bu köhnə qədimidən. Hələ ruzu bərəkət də bunlarla getdi ya. O xalça palazla. Sarpayı da ortada. Mən dahi çörək yeməyə getmədim. Yəni çörək yeməyə getmədim. Yandım, qurudum, qaldım da. Bu belə nağara çalmaq olar. Ki, yəni mən vuruldım da, yəni bu sənətə vuruldım. Həqiqətən də. Neysə, üstündən bir xeyli keçdi. Yəni Füzuli, yenə edirəm, Allah rəhmət eləsin. Mən kətdə bir toy vardı, 73-cü il idi. Sonra məni Fatmeli Əli dayı vardı, oxuyan, Qafarov. Əli dayı, bu da köhnə nağraçana olub. Əşrəf Nəzanla toylara gedib də. Həm toylara gedirdi Əli dayı, həm də nağara çalırdı, oxuyurdu. Qabaq oxuyan aparmırdılar axı. Nağara çalan həm nağara çalırdı, həm də oxuyurdu toylarda. Məsəl üçün Əli Baba əmi nağara çalan olub, Həc Baba nağara çalan olub. Yəni bunlar mən görmüşəm də, yəni bunlarla toyda olmuşam. Əli dayı da mənim nağara çalmağımı görmüşdü. Əli dayı da oxuyan idi həmin o toyda. Mənim də atam rəhmətlik Əli dayıyla, yəni salam meleçi vardı, həm bir qoşkətli kimi, həm də dost idilər. Belə salam meleçləri var idi. Atam rəhmətlik də apardı məni də, indi qohum toydu. Getdim, girdim toyxanaya, mən onda heç kimi tanımıram axı. Sonradan bildim ki, yəni Əşrəf rəhmətli idi, Teyyub Bala da idi, Qarmonda. Teyyub Balanın da cavan vaxtları. Ənvər Abdullayev deyib, Dəmkeş. Sonra Əli dayı deyib. Qara Tofidə. Onda gitara çalırdı. Cavan adam idi, Qara Tofiq. Allah rəhmət eləsin. Neysə oturduq. Atam da gəldi, Əli dayı ilə görüşdülər, elədilər. Oturdu. Ağarca da nağara çalırdı. Əşrəf rəhmətli ilə. Əşrəf əmi ilə ağarca idi. Bir dənə də Gülağa var idi, Mərdəkanlı. Qoşu nağara çalan. Belə saçlı oğlan idi, saçlı adam idi. Gülağa. Köhnələr tanıyar onu. Yəni köhnə yaşlı adamlar onu tanıyardılar. Gülağa da qoşu nağara çalır ağarcanın yanında. O üçün atam Əli dayıya dedi. Əli dayıya dedi, Əli dedi ki, o Əşrəf demirdi. Əli dayı, Eşref deyirdi. Dedi, Eşref, bir dənə icazə ver. Bir dənə qardaş oğlu otursun, bir dənə mahnı çalsın sənə. Onda da video zadı yox idi axı, belə çəkiliş zadı yox idi, məsəl üçün. Bir dənə deyirəm də, qara plastinkalar idi. Mən də Əşrəfin plastinkalarına qulaq asırdım evdə də. Yəni, canımı qoyurdum da, məsələn, ancaq dinləyirdim bunu. Məsələn, Qazağını, Çayçını. Nə olar? Ağarcan mı durdu ayağa? Durdu, oturdu arxada da, burada oturdu. Yanında çıxmadı. Gəldim, oturdum. Allah rəhmət eləsin. Dedi ki, oğlum, nə çalım? Dedim, Əşrəfəm, bir dənə çayçı çalaq. Dalı da bir dənə qazağı çalarsan. Olar? Dedi, aha. Əhsən. Şimdi götürdük bir dənə çayçı çaldıq.
Dalıca da bir dənə Qazağı bir 2-3 kuplet. Yəni dərbi diribidam, çox. Daha artıq improvizasiya zad yoxdur. Ki mən durdum ayağa, çox sağ ol. Yəni öz necə deyərlər, qabiliyyətimi yerinə yetirdim. Baş əydim bunların sənətinin qabağında. Allah saxlasın, Allah saxlasın. Yəni mənə nəsib oldu, yəni o qismət oldu. Məndən həmişə soruşurdular ki, yəni deyirdim mən Əşrəf əmi ilə 2 dənə mahnı çalmışam. Bir dənə burada 74-cü ildə həyətdə oyun çıxartdılar. Zöhrab Dağcı durdu, verdi mənə məsələ. Mən də əl balı ilə çaldım. Orada ifa elədim. Hardasa bir 15-20 dəqiqə. Sözüm onda yox. Burada indi çalırıq da şəhərdə. Əllərim partladı. Əllərim olub tikə parça da. Cavan uşaq. Əllərim də olub tikə parça. Qan axırı. Nağaranın üzü də qandı. İndi məni də ağlamaq tutub ki, biz eləyim ki, fikirləşirəm ki, evə getsəm atam görəcək. Atam görəcək, bunu döyəcək mənə ki. Bunu neynəmsən, qara gündədir bu nağara. Əlim belə eləyirəm. Bir dənə də belə dolu uşaq oturub belə burada arxamda. Getdi ki, qardaşım, əlin ağrıyır. Dedim, ağrıyır, yox, partlayıb əlim. Tikə parçadır. Dedi, ver mən çalım. Dedim, sən nağara çalansan? Dedi, hə. Kimi yanına gelirsən? Dedi, biz Çingiz Mehdiyevin. Nə danışsan? Sən Allah saatı, gəmirə. Durdum ayağa, verdim nağıramını. Qulağına da qeyddim ki, hindinin bu gün necəni, hərdən söhbət olanda deyir mənə ki, yadımdadır. Qulağına da qeyddim ki, çalış məndən yaxçı çal gələn ki, səni durğuzmasınlar ayağa. Sahib. Həzi Sahib. Ki, neysə sahib çaldı burada, neysə toy qutardı. Toy qutardı. Sahib de diyam da burada da. Deməli, hələ məhəllələndiyik toyda. Dedim ki, buradan taksi istəyirəm, bir taksi tutum Püşahıya gedim. Dedi, sənin payvına düşüb ki, sən onu da taksiyə verib gedəcəksən. Dedim, olmaz gedərəm, dəmir yolu vağzal. Səhər gedərəm. Dedi, yox, gedək bizə. Dedim, hələ şey olar, mən evdə kim var? Dedi, atam, anam, yəni qardaşım. Kim olacaq? Gedək, qal bizdə, səhər də mən səni yola salaram. Hələ gedək, qal bizdə, o gedən Hindinin 75-ci ildən, Hindinin bu gün necən Həzi Sahiblə mən yəni həm ailəvi dostam, həm qardaşlıq eləmişik də, yəni Hindinin bu gün necən. Hindinin bu gün necən hər gün danışıram oyna. Sözüm onda yox. Ki, istəyirəm ki, mən biraz da irəli gedim axı. İndi kətdə toy olurdu, Əli dayı gəlirdi kəndə. Zabit gəlirdi. Sonra Sulittin əmi gəlirdi. Yəni dəstə gəlirdi. Bundan qabaq da belə gəlmirdilər. Bundan qabaq Mossad yox idi. Məsələn, musiqiçilər gələndə, musikantlar gələndə, klarnet dəstəsi. Qaz 52-lər, qaz 53-lər var idi. Köhnə. Bunun arxasına minirdilər, bir üçün gedirdilər, oğdanlığı getirib gətirirdilər. Sonra gedirdilər gəlinin dalıca. Bir dənə orkestr olurdu, bir də zurnaçı dəstəsi. Deməli, zurnaçı dəstəsi də çonmaq çalan, məsəl üçün, Vaqif Mirzəyevin atası olurdu, Həsən. Sonra zurna çalan da Həsən Məhrəmov olurdu, ya Ağtahir olurdu. 84-dən sonra belə bir şey oldu. Balakərim mənə apardı. Getdim orada bir toy, 2 toy, 3 toy, 5 toy. Yəni Allah canlarını sağ eləsin. Yəni hələ Balakərimə deyəndə deyirdilər ki, filankəs olsun, nağara filankəs olsun. Yəni mənə çox istəyiblər. Allah canlarını sağ eləsin. Mənim üçün hətta qoyun da kesiblər. Sonra
dəvətnaməyi də vurublar. Belə. Yəni axşam saat 12, 1 Allah rəhmət eləsin. Yəni dünyasını dəyişənləri Ağa Səlim, Molla Məmməd, o vaxtı da, yəni sonra Kərim idi, Məşəd Baba idi, yəni bunlar sonradan Elçin idi. Yəni gəlirdilər bunlar, meyxana deyirdilər. Meyxana deyirdilər, onda da heç kim bunları müşahidə eləmirdi. Ay məndən sintezatormuş olsun, ya. Onda yox idi vəbşi. Qırmızı bir dənə ionik idi, o da yəni nə ritmi vardı, nə bir şey. Lazım olanda mən müşahidə eləyirdim bunları. Amma ona baxmayaraq, baxdım, gördüm ki, mən xırda çıtıma vururam, amma Ağa Səlim rəhmətli də belə vurur stolun üstünə, bu barmaqlarıyla vurur stolun üstünə. Dinqirək, belə vurur. Mən də belə baxdım bana, çördüm də nağaranı. Mən də başladım çıtma vurmağa. Onun kimi. Başladım çıtma vurmağa, gördüm Ağa Səlim belə fırlandı, getdi ki, sağ ol bacaqlı. Yəni, meyxana üçün bax, əsli nağara çalmaq budur. Meyxana üçün. Yəni, bunu Ağa Mirzə təsdiq eləyə bilər ki, bu sözümü ki, yəni belə bir şey əşin, nə meyxanalar, nə sözlər eşitmirdik biz. Yəni, nə söyüş, nə bir şey. Elə dəyişmələr deyirdilər, elə sözlər deyirdilər ki, məsələn, 3-əcən, 4-əcən ayrılmaq olmurdu toxunağın içindən. İndi saxlayıblar, oynayır orada, bey gəlməyib ortalığa. Saxlayın, getirirlər bir dənə stol qoyurlar. Məsələn, biz oturmuşuq da, bizi də dəvət ediblər. Öz başına gəlməmişik axı. Getirib bir dənə stol qoyurlar, düzdülər bura 15 dənə, 16 dənə. Xeyr ola, bu nədir? Bey tərifidir. Deyir, yox, meyxana deyənlər gəlib. Acıqlarına gəlməsin. Gəlirlər, yıxırlar özlərini. Orada sigaret yandırdı. Dalını çörür bizə. Oturublar burada. Biraz şey ver. Oradan məndən soydan bir dənə çağırgah ver. Məndən nə verdi? Sən mahnı oxumağa gəlmişsən. O vaxt elə bir meyxanada epizod yarandı ki, Ağa Səlim didi meyxananı. Bilirsən, sözü sözdən tuturdular. Meyxana deyənlər. Sözü sözdən tuturdular. Sözü hərəkətdən tuturdular. Sözü baxışdan tuturdular. Qafiyəni. Ağa Səlim dedi, Kərim, Elçin, Məşəd Baba, Molla Məmməd. Otururlar hamısı da. Bir daha meyxana gedir burada. Ləzzətli. Ağa Səlim də bunlarla didi, Ağa Mirzə. Didi. Biraz da pul atırlar stolun üstüne. Bir xeyli dollar zat da var burada. Ağa Səlim də Allah rəhmət eləsin. Yığdılar pulları, qoydular Ağa Səlimin cibinə. Ağa Səlimin cibinə. Ağa da gedəsi yeri var. Getdi ki, yaxşı baca olanlar mən bağışlayın. Mən gedirəm də. Ağa Səlim düzəldi yola. İndi toxunağın içindədir də. Başladı, indi çıxacaq, bayra çıxacaq. Allah Kərimi rəhmət eləsin. Kərim götür mikrofonu birdən. Bir dənə mikrofon idi. Birdən götürdü mikrofonu, getdi ki, ağa. Ağa Səlim dayandı, fırlandı bulağa tərəf. Dedi, niyə bizi tək dağına qoyub gedirsən? Pulları karmağına qoyub gedirsən. Qafiyə qızışdı. Bildin? Qafiyə qızışdı, Ağa Səlim getdi dala. Ağa Səlim getdi dala. Yəni, indi burada pərəstişkarlar oturub, baxı. Hamısı qulaq asanlar oturub. Burada bir dənə əl çalmaq oldu. Burada bir dənə. Yəni, hindi yox. Hindi meyxana da yoxdur. Meyxana deyənlər hamısı mahnı oxuyur. Televizora baxmaq olmur. Yəni, oxuyanlar meyxana janrında mahnı oxuyur. Meyxana deyənlərin yazdığı mahnıları oxuyurlar. 7-də gəlirlər, 8-in yarısı gəlirlər bu meyxana deyənlər. 11-ə can, 12-in yarısına can.
meyxana deyirlər, sındırırlar bütün toyu. Toyu, yəni bilirsən nə edirlər? Dağılır, camaat çıxır gedir. Çör tatı, vır tatı, çör tatı, vır tatı. Hələ bu meyxana deyir axı. Ağızlarına gələni deyirlər. Bu meyxana deyir. Daha önce qutardı, bilirsən, hörmətdən salıblar. O vaxtı, məsələn, filarmoniya vaxtı idi da, gedirdi, maşınlar saxlayırdı. Məsələn, Məhməd Bağır gəlib düşürdü maşından. Vilur kostyumu nəyinə, ya Əlbaba əmisi, ya məsələn, Arif Babayev, ya indi kimsə də, yəni tanınmış böyük sənətkarlar səhman, səliqə, toyxanaya girəndə ətir iyi gəlirdi bunlardan. Yəni, böyük sənətkarlar evdən çıxırdı bayra, bu xalqın arasına gedirsən sən cəmaatın arasına gedirsən. Çünki qiyməti bizə o tamaşaçı verir. Yəni, evdən bayra çıxanda həmişə üstümüz, başımız səhman, səliqədə olsun. Yəni, giyimimizə fikir verin. Yəni, həyətə girəndə, kimin həyətinə girəndə çalışın, ikinci düyməniz açıq olmasın sinəvizdə. Yəni, bunlar hamısı şərtdir. Bir gün Hacı Baba Allah rəhmət eləsin, gəlirdi bizə bura. Yəni, indi kətdə yaşayırdıq da. Atam bir ineyi saxlayırdı. Hacı Baba da gəlirdi bizdən süt aparırdı. Hər səhər bir balon süt aparırdı. Bir gün Kürdaxanda toydayıq. Bunlar oxudu, qutardı. Sərpaya gəldi ki, bir Qoçəldən zatdan çalında bir oynayan var, əl qaldırsın. Mən də ustadan qabaq durdum ayağa, bir dənə manevr elədim belə, nağara ilə. Bir haküy qopartdım, oturdum yerə, başladım asta-asta çalmağa. Neysə, Qoçəli zadı oyna balazadı, oynadılar uşaqlar, oturdular. Hacı Baba da baxır. Rəhmətli baxır, indi olmasın. Neysə, səhər, mən də yaydı da, bayırda yatıram. Səhər gəldi, durğuzdu məni yuxuda. Allah rəhmət eləsin, dedi, otur. Axşam dedi, baxırdım. Qulaq astıq sənə. Allah saxlasın. Biraz özündən müğayət ol, cavansan. Bu sənət cavanlıq sevir, belə filan. Dedim, mən sənə bir dənə sual verəcəyim. Görün, biləcəksən. Mən də maraqlanırdım da. Bunları görəndə, Əlbaba əmini görəndə, misal üçün, soruşurdum ondan. Hacı Babadan soruşurdum, Əli dayıdan soruşurdum. Məsələn, bu köhnə nağara çalanları zadı. Belə maraqlanırdım. Dedi, sən mənə deyinə görüm ki, ya, musiqinin açarı acı barmağındır. Dedim, ayacı, sən mənə elə sual verirsən ki, mən heç nağara tutmağını bilmirəm, necə tuturlar. Sən mənə deyirsən ki, hası barmağındır. Dedi, yox, mən belə sən gülmək üçün demirəm. Bilmirsən, dedim, yox. Yəni, bilmirəm də. Dedi, musiqinin açarı bu barmaqdır. Çəçələ barmaqdır. Yəni, mən onun dediyini deyirəm. Dedim, yəni, izah eləyə bilərsin mənə. Görsədə bilərsən ki, bu nə rol oynayır? Dedi ki, var, həri. Nağaroyu getir bura. Səhər tezdən niyə? Mən qoşulağı zadı durğuzarsan yuxudan. Dedi, götür bura. Nağaranı götürdüm öydən, bir dənə dəsmal attım onun üstünə. Dedim, məsələn, tərəkəmə deyirlər çal, Qoçəli deyirlər çal, Kinto deyirlər çal. Birinci, o ritmi başlama. Məsəl üçün, o ritmini başladın, o neysə biraz düz alınmır. Amma bunu ilə başlayanda, məsəl üçün, rab, 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 dam, barabadımba, dum, barabadımba. Görürsən, rab-rab eləyəndə, yəni usta da, məsəl üçün, bütün dəstəni yığıb oturdursan, bu rabın üstünə də, yəni bu çəçələ barmağın üstünə, o mahnını. Sonra açılışır musiqi, gedir. Dedim, mən bunu bilmirdim, acı. Yəni, bunu da öyrəndim. Bunu da öyrəndim. İndi həmişə mən bunu söhbət eləmişəm, məsələn, Arif üçün. Sonra Nahi üçün, sonra Müşfiq üçün, İlkin üçün, maşallah Allah saxlasın. Nağı, Nağanı, yəni var cavanlarımız, yaxşı nağara ifa eləyənlərim var. Rüstəmin bir dostu vardı, Pərvizəli, hamımızın dostumuz idi, Zabratdı.
Onun bibisi oğlunun toyuydu. Kürdəmirin karlarında. Bizi de buradan avtobusla getmişik. Geldim girdim bir böyük bir zaldı, otaq. Ama yemeği yerde düzəldiblər. Döşək atıblar, hamısı yerdə oturub. Ben de öyle kapıdan giren kimi başta da ağsaqqallar oturub da, yaşlı adamlar oturub. Ki ay oğlum gel bu yana gel. Ben dedim yok hele ne fərqi var ki? Burada oturaram. Hele kapıdan giren kimi oturdum. Oturdum bu çay paylayan da geldi bir tane döşek koydu. Oturdu nəyinə üzböz. Yani bu söz oradan yarandı. Ha. Oturdu mənə üzböz. Ben de çörək yedik də. Yani o başta süzdülər badələri zadı o şey. O başta bir aksakkal bir adam vardı, yaşlı adam. Ha. Dedi kaldırın bu badelerimizi içsek. Bizim bu kavalbırağın sağlığına. Güzel toy yapardınız. Allah sizi canınızı sağ eləsin. Belə indi bu aksakkal danışır da. Yani bunu vurək bu kavalbırağın sağlığına. Bu çay paylayan elinde rumka. Dur da qeyldi ki. Çopa oğlu. Urus da olsa yaman çalırdı kavalı. Yani bunu necə ki dedi. Burada da çörək yemək olar. Burada içmək olar. Ki hem bu söz oradan kaldı. Ben de gelip bunu danışmıştım. Sonra onu o vakti Sadıq müəllim Allah can sağlık versin. Sadıq bunu televizorda zaten danıştı. Sonra hele ben özüm de Yaşar Nuri'nin verilişine çıxanda orada bir iki tane böyle gülməli epizodlardan danıştım. Ben bir nəfəri vurgulamaq istəyirəm. Çox qarmon çalanlarla mən toyda olmuşam. Ama Teyyub Balanı Allah rəhmət eləsin. Teyyub Bala elə bir qarmon çalan idi ki, elə bir yanında bir orkestr çalır. Ben həmişə onun çalğısından, yani belə udavoysiv almışam da, çox, həddindən artıq, yani dosta, yoldaşa öz tövsiyələrini verən adam idi. Sonra da mən Neymətlə yoldaşlıq eləyəndən sonra da Türkanda. Neymətin qardaşı var, Fikrət, o mənim canım ciyərimdir, qardaşımdır, dostumdur, Allah saxlasın onları. Mən o çalğını Fikrətdə də görürdüm. Yani düzdür Fikrət də cavanlığında o nağaraya gedib, biraz Ağa Süleymanın yanına, onu da nağaranı bilirdi. Nağaranı bilirdi. Yani biz birbirimizi yaxşı başa düşürdük. Ben Fikrətdə görürdüm ki, yani klarneti bunlar necə müşahidə eləyirlər ha? Necə müşahidə eləyir bu? Əsas odur ki, müşahidçi. İndi bax, qardaş qəzəli düz oxamır oxuyanlar. Ənvəri tanımırlar. Ənvərin qəzəlini oxuyurlar, amma Ənvəri tanımırlar. Ənvər bunu harda yazıb, ne üçün yazıb, bilmirlər. Ənvərin qəzəlini oxuyurlar. Axırda oxuyurlar. Yani demirlər Ənvər və yaxud Vahid. Ənvər onu reanimasiyada yazıb. Onu professora deyir, ey təbibim, daha yox dərdə devamın neynim. Xəstə olub. Deyim, mənə bir ruçka vərəqə getir. Başlayıb yazıb. Həmin o qəzəli yazıb, canını tapşırıb. Yani hindikilər sındırır, tökür qəzəli, qəzəliyyatı. Xaric boğazlar eləyirlər. Xaric notlara el vururlar. Yani bir köpülük. Adam baxır, çimkişir. Yani ben neye bakasan? O şeyde değil, Bəxtiyar gün olsun da deyir. Neye bakasan deyir. Ben bu Abşeron toylarında və yaxud da ki Azərbaycanda bu qastrol səfərlərində mən çox olmuşam. Yani ansambllarla, Həbib Bayramovla, Közban xanımla, yani Sara Qədimova ilə, Rübabı xanımla, mən bunları çox müşahidə eləmişəm. Yani nə qədər Yağın Məmmədov, məsəl üçün Axan Abdullayev, Arif Babayev, Can Ələkbər, bunları çox müşahidə eləmişəm. Sözüm odur cavanlara ki, birincisi özlərinə fikir versinlər. Səhman səliqələrinə, yani efirə çıxırlar. Səhman səliqə, üzləri təraş olunsun.
Yəni kostyumlarına, geyimlərinə, keçimlərinə. Çünki onlara xalq baxır. Xalq baxır. Bütün hesab elə dünya baxır. Nağaranı arxada oturtmasınlar. Nağaranın yanında qoş nağara olmalıdır. Gitarı çalan qoy gelsin otursun oxuyanın yanında. Oxuyanı müşahidə eləsin. İndi səhnə qurulur, deyir darısqalçılıqdır. Darısqalçılıqdır. Bundan qabaq ustanın yanında balaban otururdu. İndi bütün hər şeyi veriblər sintezatorun əlinə. Çıqqı-çıqqı zırtı pırtı, çıqqı-çıqqı zırtı pırtı. O çıxır, bu çıxır, o çıxır, bu çıxır. Ağızlarına gələni oxuyurlar. Belə olmaz axı. Belə olmaz. Mən bir də onu da qeyd edeyim. Mən axırlarda bir dənə Ceyhuna da baxdım. O Mərdəkanlı Ceyhuna. O da mənim dostumdur. O da onların da nəsli Dumbulovlar deyirlər onlara. Onu da buradan salamlayıram. Onların bütün nəsli nağara çalan olub. Onlardan da mən yəni qidalanmışam. Allah olanı da canını sağ eləsin. Allah Ceyhuna da can sağlığı versin qardaşıma. Çox sağ ol ki, yəni onlar sənə mənim yanıma gəlməyi də yəni tövsiyə biliblər. Çox sağ olsunlar. Arif də çox sağ olsun. Allah razı olsun. Allah sənin də canını sağ eləsin. Mən minnətdaram. Başqa nə deyə bilərəm ki? Yəni belə çəkilişlər tez-tez olsun ki, yəni bizlər yaddan çıxmayaq. Bilirsən, mən aylarla oturub danışa bilərəm. Aylarla, vallahi Quran haqqı. Yenə də çox sağ olun, minnətdaram. Çox sağ ol, çox sağ ol, çox sağ ol.